Sayın Yunus bəy, mümkün olsa rəhmətlik Mehdi bəy Qasımzadənin edam olunması haqqında bizə biraz bilgi verib və açıqlayasınız ki, onun cənazəsi ailəsinə verilibdir ya yox? Yox, verməyiblər. Ona deyilmir o. Elə sən asan günün sabahı zəhvidilər, dedilər ya, gəlin apayın. Öyle dedilər ya, yox, vermir ki, Niri İntizami ilə apayasız. Gedək Sərman Niri İntizamiyə, Niri İntizamidən Niri alasız, Mehdi'nin cəsədini Niri İntizami ilə apayasız. Öydən də qabıl eləmədilər. Edamında da axşam saat 6 idi, Cuma günü, ayın 9'unda. Axşam saat 6'da gəldilər, çağırdılar biləsin. Dedilər ya, icramdır, get yuvun gəl günü. O da gəldi, hamam elədi. Məkkəlin zaten uydu filan elədi, giyindi. Ben de siyasi ilə görüşdü. Yol. Hamı təpi saldı biləsinə, gedəndə. Çıxdıq, afaydıq, məsələn, bazıləsi elədilər, filan elədilər. Yeğen zadını saldım, biraz danışdıq. Yol. Bir dənə kitab afaydın verdim, oxudu. Süt aparmışdılar, yol, bu da icra eləmişdilər. Ondan sonra da zad elədilər, Mehdi Nasandan sonra. Bir dənə Sərdarın Niri İntizami idi, bir dənə Sərhəngi idi, bir dənə Sərqurduydu, Rəzindan idi, Məsullahdı. Olan hamısı gəldilər, bəni davazətən bazılar elədilər. Gördülər, yol, film zat götdülər, əşk saldılar. Yunus bəy, sizin zindanda indi öz vəziyyətiniz necədir? Mehdi Nasandan rəhəsindən gəlmişdi, dedi, sən gəcəkçinlə bir ikidə qalcın. Yol, dedim, nə əcəb, dedi, hökmünüzə dolay, yaxşı olay, sınay filan olay. Dedim, mən də davazətdə qalacağım, öz kupəmizdə, hava qasanda da gəlin asın. Yol, sonra getdim, dedim, mənim hökmüm Mehdi ilə bir idin, nə əcəbindələn Mehdini asmışsınız, mən qalmışam. Mənim hökmüm bir ondan təyid olubdur, ondan gedib divana, bir dadnaməmiz vardı, nə əcəbində qalıb. Dedi, şayət səninkində bərrəs eləyirlər. Şayət əfalay bilə olur, şayət əff verirlər, şayət bilməyəm. Qalıq dindi Tehran təhsil tutar. Yazd həbsxanasında olan 3 yoldaşınızın vəziyyəti necədir? Oyda bir dənə mədədi vardı məsulənlər. O Rabit bəmini öyrədibdir, zindan məsullar. Rabit bəmini öyrədib, Rabit bəmini o dövrəsində ərazili obaş olmaz. Olanla bahəm, bunlar vurandan sonra, Abafəşidə də gediblə mədədiyə deyiblər, təşkimizi roşan edəcəm bizə. Bunlar buz yeriklər, o da deyib, yox ki, əhəzul həll eləyəsiniz, bizə vurandan söylürlər, lərziflə olandan sonra, deyiblər mötəddan bəndin, tüm mötəddan bəndindədirlər, indələn yəmirlər gəzəməzə, deyilən hələ pis vəziyyətdədirlər.